Ne diyor musunuz ha? Sən çəkdin, mən maraqlı bir video çəkəcəm, sən çək. Ay dağlarda kəsəl oğlan. Axırı mənə dəyəcək. Deməli belə. Bugünkü qonaqlarımızdan biri Hyundai Sonatadır. Qardaş da elə maşın sahibi qardaşdır. Gəlib yanımızdadır. Deməli, avtomobildə bir neçə də problem var idi. Cəla ustamızdan bir yerdə sökü, daha doğrusu nə yalan danışım, yalan danışma mənası yoxdur. Burada cəla sökür onu, o maşınlara biz köməklik eləyirik. Amma sırf bunu cəla sökür. Deməli, cəla söktü bunu. Bir dənə bax buna, zaslonkaya, qapayıcı. Bərbad vəziyyətdə. Avtomobilin farsunkaları da bərbad vəziyyətdədir. Qardaş maşın təzə almışdın maşın abi? 20.000 zat sürmüşəm. 20.000 sürmüşsən. Yayda Yayda almışsan. Alanlar əvvəl 92 ilə sürülüb, mən 95 ilə sürüb. Ha. Deməli qardaş 95-ə sürüb, bundan əvvəlki sahibi 92-ə sürüb. İndi nə problem var, hamısını aradan qaldıracağıq. Təbii bir də qardaş inşallah 20.000-dən sonra bir də gələcək, onu da bir də yuyacağıq. Yəni onu hər 20-25 mindən bir inşallah yuyacağıq. Bez problemsiz sürəcək inşallah. Bağla geç. Her 25 binden bir konağımızsa. Hər 20-25 mindən bir qonağımızsan.